Bütün var dövlətini satdı, pullarını qoydu, bina tikmək istədi, amma axırı istədiyi kimi olmadı. Evlərimizi, maşınlarımızı, mülkümüzü, müdarəmizi qoyduq 2 dənə. Bina tikməyə hamısı bizə Allahdı, atdı. Nə bina var, nə pul. Köpük pul yığılmışdı. Nə var ya, burada niyə gizlədirsiniz ki? Yəni, burada gizlətməyə nə var ki? Yaxınlaşmışam sizə, normal qayda cavab verin də. Burada yeni günəşli yaşayış massividir. Qaynar xəttimizə müraciət edən vətəndaş deyir ki, bir neçə il öncə digər 2 nəfərlə ortaq şərik olaraq bina tikmək qərarına gəliblər və bunun üçün bütün var dövlətini satıb pullar qoyublar, çoxlu pullar qoyublar. Amma bina tikilib qutarandan sonra digər 2 nəfər onu bu işdən uzaqlaşdırıb və payını da verməyib. Beləcə nə bina var, nə pul. Böylərim getdi, maşınlarım getdi, maşın salonum yadı, hamısı bayinlərdə batdı. Niyə? Gəl mənə şərik ol, hərəsi 25%. Elə deyilən uşağımı allatdılar, sahibkar idi mənim də uşağım. İnandı onlara. Nə sabah şirkətindən bir xeyir görüm, nə də bu vətən 220. Məmmədov Xalid sahib oğlu məni allatdı, orada da 25% payım var. Bunların arxasında kim durub, nə ayrıb, niyə neyib, bizə həndəvər qoymuyor. Hədə qorxu gəlir bizə. Bıçaqla nəvələrimə deyir gözləri oara. Tikilib də, satılıb da, yeyilib də, adam yaşayır. O mənzilləri də sakinləri satıb həmin adamlara. Həmən adam satıb, bala-bala xərcləyir. O binadan məsələn sizə düşən nə qədər mənzil idi? 42 dənə mənzildir, başına dönərəm. 3000 kvadrat obyektdir, 16 dənə. Onlar dayanacaq deyil, mən qaraj deyirəm. 16 dənə qaraj. Bir dənəsi gəlib əlimə çıxmayıb, getmədiyim bir yer yoxdur. Özə deyir, kim gedir ora? Ya mən özüm də. Burada heç nə öz yoxdur. Sən yox gəlmirsən bura. O qədər pul ora qoyanda bir onun sənədlə, sübutla deyil, yoxsa necə oldu? Hamısının peçatı, kağızı, banka verdiyim çeklərin pulu. Bu qədər sənəd sübut varsa, yəni adam necə belə rahat deyə bilir ki, yəni çəkil buradan, yəni burada sən heç nə yoxdur. Bilmirəm kim durub bunların arxasında. Bunlar bizi əzir. Atıblar. Evlərim də getdi bankda. Maşınlarım da getdi. Sizdən başqa olan 2 şərik vardı. Həmin onlar ikisi bir yerdədir yenə. Yox, o payını götürüb çıxıb bir nəfər 25% olan. Bu Xalid dediyim oğlan 50%-dir. Niyə mən lazımdır başına dönüm 100% olsun. Mənim əmlakımı versin. Adam deyir biz bu işə başlayanda şərik olduq, pul qoyduq. Bəs nətər oldu ki, işin sonunda həmin adam uzaqlaşdı və yaxud uzaqlaşdırıldı? Qardaş, o adam dedi ki, otelim var. 2 milyon euroya satıb gələcəm, sağ şərik olacam. Sonra baxdı ki, dedi ki, məndə bunlar yoxdur. Bəs o deyir, mən çoxlu pul qoymuşam axı. Bir baht pul da qoymuşdu. Bunun üçün dövlət orqanı var. Kommersiya məhkəməsində iddia gedir. Məsələ barədə etmək lazımdır ki, mübahisənin konkret detalları məlum olmadığından böyük qiymətləndirmənin aparılması mümkün olmayacaq. Lakin fərz etsək ki, bina tikintisi ilə bağlı maliyyə vəsaiti qoymuş şəxs digər